Değerli abituriyentlər, bugün sizə Qasım bəy Zakirin durnalar qoşması haqqında məlumat verəcəm. Deməli, Qasım bəy Zakir 1784-cü ildə anadan olub, 1857-ci ildə vəfat edib və Şuşada Mirzə Həsən qəbristanlığında dəfn olunmuşdur. Lirik yaradıcılığına toxunsaq, ümumiyyətlə qoşma yazıbdır, bayatlar yazmışdır. Eyni zamanda həm də qəzəl yazıbdır, təxmis yazıb, müxəmməs yazıb və s. Epik növdə də onun mənzum hekayələri var, təmsilləri var. İndi isə onun durnalar qoşması haqqında məlumat verəcəm. İlk öncə bunu qeyd etmək istəyirəm ki, durnalar qoşma janrındadır, heca vəznindədir, lirik növdə yazılmışdır və 5 bənddən ibarətdir. Burada da qeyd olunubdur, yəni 5 bənddən ibarətdir. Qeyd etdiyimiz kimi 5 bənddən ibarətdir. Birinci bənd burada, ikinci bənd, üçüncü, dördüncü, beşinci bənd burada qeyd olunubdur. Və burada durnalar, yəni şeirin hər bəndində durnalara müraciət var. Məsələn, şeirin birinci bəndində də, məsələn, bax, durnalar göstərirəm, burada müraciət var. İkincidə də burada müraciət var. Üçüncü bənddə də, dördüncü bənddə də və ən əsas 5-ci bənddə də durnalara müraciət var. Yəni, durnalar burada bədi xitablı müraciət var. Eyni zamanda, belə deyək, şeir heca vəznindədir və şair bunu Bakıda sürgündə olarkən yazmışdı. Durnalar ədəbiyyatımızda vətən həsrəti, qəriblik anlamındadır. Və burada da şair sürgündə olarkən bu şeiri qələmə almışdır. Və üstü örtülü gizli mətləblərə məsələn burada toxunulmuşdur. Bu şeir ictimai motivli şeirdir. Yəni məhəbbət mövzusunda yazılmayıb. Amma eyni zamanda məhəbbət məsələlərinə də müəyyən mənada toxunulmuşdur. Şeirin birinci bəndində qeyd olunur ki, bir saat havada qanad saxlayın, nizam ilə gedən qoşa durnalar. Qatarlaşıb nə diyardan gəlirsiniz? Qaqqıldaşa durnalar. Bax, burada durnalara görürsünüz müraciət var. Hətta bədi sual da işlənibdir. Qaqqıldaşa durnalar. Sual işarəsi görürsünüz burada var. Sonra deyir, mən sevmişəm onun ala gözünü, nəsib ola bir də görəm üzünü. Yoxsa danışırsınız dilbər sözünü, veribsiniz nə baş-başa durnalar. Bax, bu hissədə dilbər. Görürsünüz, müəyyən mənada məhəbbət motivinə, bax, burada. Qeyd etdiyim kimi, bu hissədə, bax, bu ikinci bənd. Qeyd edirəm, bax, burada müəyyən qədər məhəbbət motivinə toxunulmuşdur. Sonra deyir, diyar qürbətdə müddət divaram, gecə gündüz canan deyib ağlaram. Mən də sizin kimi qərib izaram, eyləməyin məndən haşa durnalar. Deməli, diyar qürbətdə, yəni qürbət diyarda olduğum burada qeyd edir artıq. Yəni bilinir ki, artıq şair burada qürbətdə olub bu şeiri yazarkən. Bax, bu üçüncü bənddə, hansı ki, bunu qeyd edirəm bura. Bu bənddə şair qürbətdə olduğum, bax, bu bənddə qeyd edir. Və gecə gündüz canan deyib ağlaram. Mən də sizin kimi qərib izaram. Yəni qəribəm, eyləməyin məndən haşa durnalar. Yəni sirrinizi məndən gizlətməyin. Sonra deyir, Laçın yatağıdır bizim məkanlar. Yavaş-yavaş gedin, səsiniz anlar. Qorxuram toxuna ötən zamanlar, sürbəniz dağılıb çaşa durnalar. Burada Laçın yatağıdır deyəndə, əslində Laçın nədir? Yırtıcı quşdur, belə deyək. Amma əslində o quşu nəzərdə tutmur da. Həmin dövrün çətinliyini, hansı ki bəylərin, mülkədarların zülmünü, məmurların, polis məmurlarının xalqa etdiyi zülmü nəzərdə tutur və beləliklə deyir ki, Laçın yatağıdır bizim məkanı. Yəni yırtıcı quşların məkanıdır. Yəni bunu bir növ rəmzi, simvolik mənada işlədir. Yəni hansı ki o gizli mətləblərini burada, bax bu 4-cü bənddə daha çox yəni nəzərə çarpır. Bax burada qeyd edirəm, burada gizli mətləbləri nəzərə çarpır. Sonra deyir ki, yavaş-yavaş gedin, səsiniz anılır. Qorxuram toxuna ötən zamanlar, sürbəniz dağılıb çaşa durnalar. Sürbə də dəstə mənasındadır. Bax bu söz ki var, sürbə dəstə deməkdir. Sonra deyir, zakirəm, ot tutub alışdı cigər. Bax şeirin 5-ci bəndində müəllif öz təxəllüsünü işlədir. Öz təxəllüsünü işlədir. Bunu mən belə də qeyd etmək istəyirəm. Burada müəllif öz təxəllüsünü işlədir, hansı ki, bax bu 5-ci bənddə.
Fikir ver, bax bu Zakirəm sözündə öz təxəllüsünü işlədir. Amma təxəllüsünü işlətsə belə özünə müraciət etmir. Yəni sadəcə təxəllüsünü qeyd edir, işlədir. Zakirəm od tutub alışdı cigər. Var isə canandan sizdə bir xəbər. Təqavül etməyin, Allahı sevər. Dönməsin bağrınız daşa durnalar. Yəni burada da 5-ci bənddə öz təxəllüsünü işlətmişdi. Bir daha deyirəm, bu sürgündə, Bakıda sürgündə olarkən yazmışdır bunu. Durnalar ədəbiyyatımızda, bax bu durnalar hansı ki, vətən həsrəti anlamında işlənir. Durnalar ümumiyyətlə ədəbiyyatımızda vətən həsrəti, qəriblik rəmzidir və heca vəznindədir bu, lirik növdə yazılıb, qoşma janrındadır. Bu tip video dərslərimizi istəyirsinizsə, dərslərimizi belə deyək, izləyin və həm də bəyənin. Diqqətinizə görə çox sağ olun.